Salam, hər vaxtınız xeyir, dəyərli izləyicilər. İndi izləyəcəyim suallar 1 iyun 2025-ci il Lisey və Gimnaziya qəbul sınağı 7-ni 6-cı siniflər üçün 21-dən 40-a qədər izah alacaq. Əvvəlcə deyim ki, şərhlər bölməsində həmişə dediyim kimi, yenə də qeyd edim, Telegram və WhatsApp qrup linkləri paylaşacaq. İndi yeni WhatsApp qrupda aktivləşdirmişik. Müzakirə qrupudur. Oradan mesajlar aktivdir. Hər kəs bilmədiyi sualları paylaşa bilər və digər şagirdlərlə və ya müəllimlərlə var qrupda müzakirə edə bilərsiniz sualları. Buna və abunə olun mütləq, çünki statistik olaraq göstərir ki, izləyənlərin çox hissəsi hələ abunə olmayıb. 5K olmağa az qalıb. Sizlər də abunə olaraq birlikdə 5K ola bilərik. Siz bu qədər aktiv olsanız, biz də motivasiya ala bilərik və daha çox Lisey və Gimnaziya qəbul şəbəkəsi suallar paylaşarıq. Həm Telegram, həm WhatsApp qruplarını, həm də video izahlarını paylaşaram. Növbəti günlərdə də inşallah yenə də fərqli yeni tip sualları paylaşacağım. Yəni Lisey və Gimnaziyalara qəbul ediləcək müasir dövrə uyğun inteqrasiya olunmuş suallar, yəni yeni tip, səbri yoxlayan suallar var, diqqəti yoxlayan suallar var. Yəni günümüzdə biliklə bərabər səbirli və diqqətli insanlara da ehtiyac var. Ona görə də riyazi suallarda, yəni riyazi məntiq suallarda sırf səbri yoxlayan suallar olur ki, şagird səbirli davranaraq həm sualları işləyəcəkmi, yoxsa davam etməyəcək. Yəni bu sınaqda da o tipdən suallar düşübdür. Biz də həmin tip suallardan da paylaşmağa çalışacaq. İndi keçək 20-ci sualın izahına. A, B, C natural ədədlərdir. 2A və 3B, A plus C 2B'dir. Gözləyin. Deməli, 2A 3B'dir. A plus C 2B'dir. Olduğuna görə A plus B plus C bölünsün C'ni istəyir bizdən. A, B, C natural ədəddir. İndi biz buradan nə edirik? Məsəl üçün, buradan biz A-nı tapa bilərik. A nəyə bərabərdir? Bu ifadədən A bərabərdir 3B bölünsün 2-yə. 3B-ni verəcək 2-yə. O da edəcək necə? 1,5B. Deməli, A 1,5B'dir. Keçirib yerinə qoya bilərik bura. A-nın yerinə 1,5B. Üstəgəl C bərabər 2B'yə. İndi burada üstəgəl C-ni yazmadıq. Əvvəl 2B. C-ni tapa bilərik. İndi biz 1,5B-ni bərabərliyin o tərəfinə keçirsək, bu tərəfə 2B-dən 1,5B-ni çıxacaq. O zaman C bərabərdir. Bu 2B çıxısın 1,5B edir. 0,5B. A-nın da əvvəlcədən tapmışdıq. A bərabər 1,5B. İndi keçib burada yerinə qoyacaq. A tapdıq 1,5B'dir. Burada keçib yerinə qoyuruq. Aşağıdan belə bu ifadəni yenidən həll edək. Kəsir xətti. A-nın yerinə 1,5B qoyuruq. B-nin yerinə elə olduğu kimi qalır B. C-ni tapdıq ki, neçədir? Burada 0,5B-yə gedib yerinə qoyuruq. Üstəgəl 0,5B. Məxrəcdə də gördüyümüz kimi C var, yəni məxrəcdə C, yəni 0,5B qoyacaq. Çünki C nədir burada? 0,5B-yə. İndi burada 1,5 ilə 0,5 topsaq 2 üzərində 1B-nin gələcək 3B. Yəni surətdə 3B oldu, məxrəcdə 0,5B. B-lə ixtisar etsək, qalacaq 3 bölünsün 0,5. Buranın sürət məxrəcini 2-yə vursaq, alınacaq 1-də 6, o da bərabər 6-ya. Cavab 6 D variantı. 22-ci suala baxırıq. 4 ədədin ədəd ortası 25-dir. 4 ədədin ədəd ortası 25-dirsə, demək ki, bu 4 dənə ədədin cəmi neçə olacaq? 4 bölünsün 25, 100. Çünki biz bilirik ki, ədədlərin ədəd ortasını tapmaq üçün həmin ədədləri toplayıb sayına bölürük. Yəni 4 dənə ədəd verirsə, bunları toplayıb sayına, yəni 4-ə bölərək 25 alıbsa, bu ədədlərin cəmini tapmaq üçün, 4 dənə ədədin cəmini tapmaq üçün 25-i 4-ə vuracaq, eyəcək 100. Deməli, 4 dənə ədədimiz A plus, B plus, C plus, D deyək.
bərabərdir 100'dür. Deyir, ən böyük ədəd çıxdıqda, ədəd orta 20. Deməli, ən böyük ədəd çıxdıqda düşünək ki, A ən böyükdür. Belə köynə işarəliyim. Buna çıxdıqsa yerdə 3 dənə ədəd qalır. Bu 3 dənə ədəd ortası 20 olur. Ən böyük çıxdıqda. Yəni yerdə qalır B plus C plus D. Bərabərdir, ədəd ortası 20-dirsə, burada 3 dənə ədədin ədəd ortası 20-dirsə, cəmi də 3 vur 20, yəni 60 olacaq. Biz də 100-dən 60'a çıxsaq, ən böyük ədədin 40 olduğunu taparıq. Deməli, A bərabər 40 qeyd aparım buraxdan. Sonra, ən kiçik ədəd çıxdıqda ədəd orada 30 olur. Düşünək ki, ən kiçik ədədimiz də D olsun. D-ni çıxartdıq. Ən böyümüz də A idi. Bunu yaşılla göstərək belə. D-ni çıxarsaq yerdə qalacaq A plus B plus C. Bərabərdir. Ədəd ortası 30-sa 3 dənə ədədimizin A plus B plus C-nin D-ni çıxartdıq ən kiçik kimi. O zaman 33'ə vuraraq bu 3 dənə ədədin cəmini 90 olduğunu taparıq. Buradan da biz A-nı onsuz da 40 tapmışdıq. A 40 idi. Sonra biz D-ni çıxartmışdıq. Əvvəl 4'ü birlikdə necə idi? 100 idi. 100'dən də 90'a çıxsaq kiçik ədədimizin, yəni D-nin 10 olduğunu tapırıq. D də bərabər 10. D yaparıq buradan. Çünki burada 4 dənə ədədimiz birlikdə 100 idi. Kiçik ədədimizi çıxartdıqda isə A plus B plus C 90 oldu. Deməli, D də 10 imiş. D 10. İndi bizə nə deyir? Digər iki ədədin ədəd ortası neçədir deyir. O zaman kiçiyi 10'dur, böyük 40'dır. Cəmi neçə? 50. Burada 4 dənə ədədimiz nə vermişdi? 100 verib. Bu D ilə də A-nı birləşdirsə, bir ikisi bir bölü D plus A qruplaşdırıram. Plus B plus C bərabər 100'dür. D ilə A-nı biri 10, biri 40'dır. D 10, A 40. İkisi bir də 50'dir. Yəni burada D ilə A-nı yenə 50 qoysam silir. Yerdə qalır B ilə C. Digər iki ədədimiz 100'dən də 50'ni çıxsaq edir B plus C bərabər 50. İki ədədimizin sayı, daha doğrusu iki ədədimizin cəmi 50 oldu. Ədəd ortasını tapmaq üçün də 2 dənə olduğu üçün 50'ni 2'yə böləcək. Qalacaq 25. Yəni cavab C variantı. Keçirik növbəti suala. 23-cü suala. Aşağıdakıların hansı doğrudur? Mənfi sadə ədəd yoxdur deyir. Düz deyir. Çünki sadə ədəd anlayışı müsbət ədədlər üçün keçərli. Müsbət ədəd dediyimiz, yəni natural ədədlər üçün keçərlidir. 2 rəqəmli 2 sadə ədədin cəmi həmişə cütdür. Yəni mənfi ədəd sadə ədəd yoxdur. Bu düz deyirdi. Sonra 2 rəqəmli 2 sadə ədədin cəmi həmişə cütdür. Bəli, çünki yeganə cüt sadə ədədimiz hansıdır? 2 idi. Yerdə qalan bütün sadə ədədlər tək ədəddir. Həmçinin 2 rəqəmli sadədir. Yəni 2 dənə tək ədədin cəmi də biz bilirik ki, bizə cüt verir. Demək ki, 2 dənə sadə ədədimiz 2 rəqəmlisi mütləq surətdə hər ikisi təkdir. Tək dənə təkini cüt edir cəmi. Yəni ikinci ifadədə doğrudur. Üçüncü ifadəyə baxırıq. 3 rəqəmli ən kiçik sadə ədəd 100 üstür deyir. Yox, 3 rəqəmli ən kiçik sadə ədəd 101'dir. Yəni üçüncüdə səhvdir. Doğru cavabımız 1 və 2 C variantı olacaq. Deməli cavabımız oldu 1 və 2. Nəsə 24-cü sual keçirik. 2 ədədin ən böyük ortaq böləni 77'yə. Ən kiçik ortaq bölünəni isə 18.480'ə bərabərdir. Bu ədədlərdən biri 1155'dir. İkinci ədəd tapın. Burada deməli ən böyük ortaq böləni, yəni ən böyük ortaq böləni nədir? Əbobdur. 2 dənə deməli əbob yazırıq. Əbob AB nədir? 77'dir. Deyir, ən kiçik ortaq bölünəni isə, yəni əkobu AB bərabərdir 18.480'a. Deyir, bu ədədlərdən biri 1155'dir. İkinci ədədi tapın. Ta ki A-nı 1155 götürək buradan. 1155
Ona 1155 götürək. İndi biz bilirik ki, əkov və əbob axtarmaq üçün nə edirik? Ədədləri sadə vuruqlara ayırırıq. Sadə vuruqları burada yer yoxdur. Yəni çox çətin aralıqlar qoyurlar. Nəsə 1155-i bölürəm sadə vuruqlara, bir də B-ni. 1155 sadə vuruqları bölsək, əvvəlcə 1155 rəqəmlər cəmi 3-ə bölündüyü üçün, deməli burada 3-ə bölünür. 3-ə bölsək 385. 385-in rəqəmlərin cəminə baxsaq 11, 16, deməli 3-ə bölünür, 5-ə bölünür. 5-ə bölsək 385-i eləcək 77. 77-ni də bölsək 7-yə alınır 11, 11 bölsək 1. Sonra B-ni sadə vuruqla ayırıq. Burada əbobumuzu nə verib? 77 veribdir. Əbob 77-dirsə, demək ki 1155 ilə B-nin ortaq bölənləri hasili 77 olub. Yəni hansı ədədən hasili 77-dir? 7-nin 11-in. Demək ki, B-nin də sadə vuruqlarından ikisi 7 və 11-dir mütləq. 7 və 11 olmalıdır B-nin vuruqlarından ki, burada ortaq vuruqlar 7 və 11 olsun ki, mən də deyim ki, əbob bərabər 7 və 11, 77. Deməli, B-nin vuruqlarından ikisi 7 və 11-dir. Bunu tapdıq. İndi keçirik əkoba. Əkob nə idi? Əkob isə ortaq olan vurulsun ortaq olmayan deməkdir. Yəni, buradan əkobumuz da bərabərdir. Ortaq olan sadə vuruqlar və ortaq olmayanlar. Ortaq olanlar elə əbob deməkdir. Əbob vurulsun ortaq olmayan sadə vuruqlar C deyək. Ortaq olmayan sadə vuruqlar. İndi burada görürük ki, 3 ilə burada 7-ləri biz yumurlayaq bir dənə də. Yaşılla yumurtlayaq. 7, 7, 11, 11. Bunlar ortaq vuruq idi. Demək ki, 1155-də 3 və 5 vuruğu da var. Bu 3, 5 B-də olmayacaq 100%. Çünki B-də olmuş olsa 3, 5. O zaman bunlar da ortaq vuruq olmuş olur və əbobumuz daha böyük ədəd alınmış olacaq. Yəni, bu demək ki, yalnız 7 ilə 11 ortaqdır. O zaman 3 və 5 ortaq deyil. 3 və 5 ortaq deyilsə, deməli B-də 3, 5 yoxdur. 3, 5 ortaq olmayan sadə vuruqdur. C-yə uyğundur. 3 və 5-in halsı, yəni 15. Əbobumuzu da tapmışdıq, 77. 77 tapmışdıq. Burada əkob bərabərdir. Buradan yazaq. Əkob bərabər, əbob vurulsun C-yə. O da bərabərdir. Əkobumuz nə verib? 18.480 yazıram. 18.480. İndi biz bu hissəyə baxacaq. Buradan da hələ ki tapdıq ki, ortaq olmayan sadə vuruqlardan 3 və 5 var. Deməli, 3 və 5-i ortaq olmayanlardan C-yə verə bilərik. 3 və 5-in hasılı 15. Əbobumuz da 77-dir. 77-ni 15-ə vursaq, görək neçə yiyir. Hələ bir də C-yə X də yazacağım. Niyə? X həmin B-nin vuruqlarındandır ki, 1155-də yoxdur. Yəni, ortaq olmayan sadə yoxdur. Burada X var. 7, 11 və X-dir. Biz də X demək ki, 77 vurulsun, 15 vurulsun. Bu B ədədimizin C ortaq olmayan sadə vuruğu vurulsun. 1155-dəki 3, 5, bunlar da ortaq olmayan sadə vuruqdur. Bir-birinə vurduq. C oldu. Ortaq olmayan sadə vuruqlar. Əbob da ortaq olanlar deməkdir, yəni 77. Bunların ikisinin də hasili ortaq olmayan, yəni C. Vurulsun ortaq olan, yəni əbob. Bərabər nəyə? Əkoba. Əbob da ortaq olmayan deməkdir. Ona görə ortaq olmayan yerində əbob yazmışıq 77. Nəsə? Bərabərdir 18.480. Buradan X tapmaq lazım. İndi 77-ni 15-ə bölsək, 77-ni vursaq 15-ə edir 1155. Deməli, burada alınır 1155. X bərabər 18.480.
X-də tapmaq üçün nə edirik? 18480-ı bölürük. Necə? 1155-ə. O da edir 16. X bərabər 16. Deməli, B-nin vuruqlarından X 16 oldu. Sin 16 yazırıq. Deməli, B-nin vuruqları hazırdır. 7, 11 və 16. Bunlar hazırdır, öyle B-dir. B bərabərdir. 7, 11'e vurursaq 77. 77'nin 16'ya vursaq edəcək 1232. Yəni, B oldu 1232. Biz də B-ni axtarırıq, ikincədədir. Yəni, cavab D variantı. Keçirik 25-ci suala. 25-ci sualda deyir ki, şagirdlərin şənlik keçirdikləri zalın lampaların 3'te 1'i yaşıl, 5'te 1'i qırmızı, 3'te 1'i göy və qalan 12 lampa isə sarı rəngdədir. Zalda olan yaşıl və qırmızı lampaların ümumi sayını tapın. İndi biz əvvəlcə toplayaq görək neçə dənə hissə rəngimiz var burada. Deməli, sarılar. Əvvəlcə biz bunlara baxaq hissə olaraq. Yaşıl, qırmızı və göyə. Ümumi şarların hansı hissəsini təşkil edir? Bu üç rəngdəki şarımız yaşıl, qırmızı və göy. Yaşıllar 3'te 1'dir. Ümumi şarların sayını x götürsək, yaşıl, qırmızı, göy və sarı şarların, yəni burada verib, hamısı birlikdə şarliyəndə lampadan danışırıq. 4 rəngli lampamızın hamısının sayı x olsa, o zaman 3'te 1 x'i yaşıldır, gördüyümüz kimi. 5'te 1 x'i qırmızıdır. Göy şarlar isə 3'te 1 x'dir. Bax görək hansı hissəsini təşkil 3 şar ümumi şarlarımızın. Burada ortaq vuruq 15 gətirə bilərik hamısını. 15 olması üçün bu birinci kəsimizin sürə məxrəcini 5'ə vuruq. İkinci kəsimizin sürə məxrəcini 3'ə vuruq. Dördüncü kəsimizin sürə məxrəcini 5'ə vuruq. Alınır 15'də. Burada 1 vur 5, birinci kəsirdə 5. 1 vur 3, burada ikinci kəsirdə 3. Üstə gəllər də var, üstə gəl. 1 vursun 5, eğir 5. Bu da edir 15'də 13. Deməli 15'də 13 hissəmiz nədir? Qırmızı, yaşıl və göy şarlarımızın hamısı ümumi şarların 15'də 3 hissəsini təşkil edir. Yerdə hansı hissə qaldı? 15'də 15'dən çıxsaq 15'də 2 hissə qalır. 15'də 2 hissəndə elə sarı lampa, yəni 12 dənə verir. Yerdə qalanları isə sarı rəngdədir. Demək ki, 15'də 2 hissəmiz sarı, yəni 14 dənəsi sarıdır. 14 dənə idi, 12 dənəsi sarıdır. O zaman biz bütün şərləri tapa bilərik. Burada 15 çarpı 12 vururuq. O zaman burada 2 2 bərabər olur 15 vurulsun 12'yə. Burada 2 2. Bu 2 ilə bu 12 ixtisar edir. Burada 6 qalır. X-ə bərabər 15 vurulsun 6. Bu deyir 90. Deməli, ümumi şərlərin sayı 90 imiş. Bizdən nə istəyir? Zalda olan yaşıl və qırmızı lampaların ümumi sayını istəyir. Ümumi bütün şərlər 90 oldu. X 90'dır. İndi bax görək. Bizdən nə istəyir? Yaşıl və qırmızıları. İndi yaşıl üstə birini təşkil edirdi. Deməli, yaşıl, buralar silirəm, buralar lazımdır bizə. 90 dənə şarın 3'te 1'i yaşıldır. Yəni 90'ı 3'te 1'e vursaq, necə 30 dənə yaşıl var. Qırmızı hansı hissəsində edir? 5'te 1'ini. 90'ın 5'te 1'ini axtarırıq. Vuruq 5'te 1'e edir 18. 18 dənə də qırmızı var. Bizə də qırmızı ilə yaşılların ümumi sayını istəyir. 30 18 48 cavab D variantı. Keçirik 26-cı suala. 2 düz xəttin kəsişməsindən alınan bucaqların ikisinin cəmi 156-dır. 2 düz xətt kəsişərsə, belə, cəmi 156 verirsə, cəmi yəni 180 deyilsə, bunlar qonşu bucaq deyil, qarşı bucaq anlamına gəlir. Yəni, bu ikisi qarşı bucaqdır, 156.
2'yə bölürəm. Qarşı bucaqların cəmi verib 156 və qarşı bucaqlarda bərabərdir. Yəni 2x-imiz bərabərdir 156-ya. X-imiz də bərabər 156-nı 2'yə bölsə eləcə 78 dərəcə. Deməli, x 78 dərəcədir. Deyir, bu düz xətlər arasında kör bucağı tapın. Kör bucaq deməli x 78-dirsə, bu x-lə bu kırmızı göstərəm. Bura kör bucaq, açıq bucaq təşkil belə ümumi 180 dərəcədir, yəni qonşu bucaqların cəmi. X-in yerinə 78 yazdıq. 180 olması üçün burada 102 olacaq kör bucağımız, yəni A variantı. Keçək 27-ci suala. 27-ci sual deyir ki, A və B ədədlərinin ədəd ortası M-ə bərabərdir. A, B və C ədədlərinin ədəd ortası isə N-ə bərabərdir. C-ni M və N ilə ifadə edin. A və B-ni toplayırıq. Bölü 2 alınıb M. O zaman A plus B nə olacaq? 2 vurulsun M. Yəni A plus B bərabər 2 dənə M hərfinə. Bu getdi. Keçək ikinci şərtə. Deyir ki, A, B və C ədədlərinin ədəd ortası. A plus B plus C ədəd ortası tapmaq üçün 3'ə vururuq. Bərabər deyir nə? N-ə. N hərfi. O zaman buradan da çıxır ki, A plus B plus C nədir? 3 dənə N hərfidir. İndi biz də A plus B-ni nə tapmışdıq buradan? 2M. Buradakı A plus B-ni yerinə 2M qoyuram. Üstə gəl, sonra bu C. Bərabər 3 dənə N-ə. Valla silirəm. Lazımdır. Bizə deyir ki, C-ni M və N ilə ifadə edin. Biz də buranı yuxarı qaldırım biraz. C-ni tapmaq üçün buradan nə edəcək? C bərabərdir. 2M-i keçirdik bərabərli tərəfinə. Yəni nə olacaq? 3N çıxılsın 2M. 3N çıx 2M. Yəni cavab C variantı 3N çıxılsın 2M. Bəli, cavab C variantı olur. İndi 28-ci suala baxaq. A, B, C və D natural ədədlərdir. A, B, C, D-ni müqayisə edib burada. Ən böyük D-dir. Sonra C'dir, sonra B'dir, sonra A'dır. Ən kiçik A'dır. Yəni A plus B deyir 9'dur. B çıx A 3'dür. C plus D 25'dir. Olarsa D'nin ən böyük qiymətini tapın. D'nin ən böyük qiymətini axtarıq. Və burada şərt verir. A, B, C nədir? Natural ədədlərdir. Yəni sayımızdan istifadə etdiyimiz ədədlər birdən sonsuza qədər müsbət tam ədədlərdən gedir söhbət. İndi D ən böyük neçədir? Bunu axtarıq. D-nin ən böyük olması üçün biz C-ni ən kiçik seçməliyik. Ən axırıncı şərtdə bizə C plus D 25 verir. Gördüyümüz kimi. Bizdən də D-nin ən böyük qiymətini istəyirsə, deməli C-ni ən kiçik seçməliyik ki, D ən böyük ola bilsin. Deməli C ən kiçik olmalıdır. Bu bir. Sonra C-nin ən kiçik olması üçün də bu A, B'lər də kiçik olmalıdır. İndi A plus B bərabər 9 verib. Bunların natural ədədi fərqini 3 verib. Əvvəlcə bu ikisi üzərindən baxaq məsələlərə. Bax, deməli A plus B bərabər 9'dur. B çıxılsın A bərabərdir 3'dür. Bunu verir. Buradan B-ni tapa bilərik ki, B bərabərdir 3 plus A-ya. Bu ifadədən biz bunu tapdıq ki, B bərabər 3 plus A-ya. Deməli, biz qırmızıladığım yerdə B-nin yerinə qoyacaq 3 plus A qoyuram. A, deməli, buranı kəsim götürüm buradan. İndi burada A-nın yerinə burada nə qoyacaq? Elə A qoyuruq. Üstə gəl, B-nin yerinə qoyacaq. Bunu 3 plus A-nı. B-nin yerinə də 3 plus A yazacağım. Bərabər nəyə? 9'a. İndi buradan A, bu da A, 2A.
Üstüyə 3 bərabərdir 9-a. 2A bərabərdir 6. A da bərabərdir 6-nı 2 bölsə 3. Deməli A 3'dür. Bunu tapdıq. A-nın yerinə nə qoyacaq? 3 qoyacaq. B də avtomatik 6 olacaq. Daha tapdıq. Deməli bura 3, 6 ana bir danışıqsa və C-nin də ən kiçik seçməliyik. C də 6-dan böyük. Ən kiçik yerdə hansıdır? 7. C-də 7 verəcəm. 2-yə ən kiçik verirəm ki, D ən böyük ola bilsin. Çünki D-nin ən böyük qiyməti istəyir bizə buradan. O zaman C də oldu 7. Burada C 7 versən. D bərabər 25-dirsə, D də ən böyük bərabər 18 olacaq. Cavab D variantı. Keçirik 29-cu sual. 80 ədədi üçün aşağıdakıların hansı doğru deyil? D 2 müxtəlif sadə bölük var. Əvvəlcə 80-i sadə bölüklərə ayıraq. 2 bölüm 40, 42 bölüm 20, 22 bölüm 10, 12 bölüm 5, 5'e bölüm 1. D müxtəlif sadə bölüğü, 2 müxtəlif sadə bölüğü həqiqətən də müxtəlif 2 dənədir. 2 və 5. Hansı doğru deyildir? Birincisi doğrudur. Sonra 5 sadə vurğu var. 5 dənə sadə vurğu var deyir. Bir var müxtəlif sadə vurğu, bir də var sadə vurğu. Müxtəlif sadə vurğu 2 dənə idi, 5 dənə də 1, 2, 3, 4, 5. Bu da düzdür. 5 dənə sadə vurğu var. Yəni sadə vurğu soruncanda hamısını götürür. Çünki hamısı vurğuda 2 vur, 2 vur, 2 vur, 2 vur, 5. Vuruq, 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 vuruq. Sadə vurğular. Amma müxtəlif deyəndə biz müxtəlifliyi seçirik 2 və 5. Yəni A variantında kimi. Hər ikisi doğrudur. Keçirik 2-yə. C variantında 2 dənə sadə bölən var. Bəli. Sadə bölən elə müxtəlif sadə vurğu deməkdir. Yəni 80-ın bölənlərindən 2 və 5 sadədir. 2 dənə. Düzdür. C variantında 8 natural böləni var. Natural bölənləri tapmaq üçün əvvəlcə bu 80-ın bərabərdir. Qüvvə şəklini göstəririk. 2-ni neçə dənə var? 2'si 4 vurulsun. 5 dənə neçə dənə? 5 üstü 1. Bir dənə. Üstü qüvvətləri tapdıqdan sonra natural bölənlərin sayını tapmaq üçün 4 və 1'in üzərinə 1 gəlirik. Yəni 4 üstə gəlir 1 və 1 üstə gəlir 1. Yəni nə olsun qüvvət üstə 1 gəlirik natural bölənləri tapmaq üçün. Və bir-birinə vururuq. Üstü qüvvətlərin hər birinin üzərinə 1 gəlib alanlarda bir-birinə vururuq. Burada 5 vurulsun 2 alın, burada 10. Yəni 10 dənə natural bölən var, burada 8 dənədir. Yəni D variantı səhv deyir. Biz də səhv axtarırdıq. Cavab D variantı. Keçirik 30-cu suala. Satıcı paltonu 208 manata satdı və 30% gəlir əldə etdi. Satıcının bu satışdan gəliri neçə manatdır? Deməli, tənasüb qururuq. Normal qiymətimiz 100'dür. Yazırıq ki, deməli, normal malımızın qiyməti həmişə 100% orada. Burada deyir ki, 208 manata sataraq 30% gəlir etdi. Yəni, 30% gəlir əldə edibsə, deməli, 208 nədir? 130%'dir. Tənasüb qururuq. Bizə deyir ki, satıcının bu satışdan gəlir neçə manatdır? 208 130% deməkdirsə, çünki normal qiyməti 100%'dir. Burada deyir 30% gəlir əldə edib. Yəni 30% gəlir əldə edibsə, normal qiymətimiz 100-dürsə, 100'ün 30%'ni gəlir, o da 30, 100 üstə gəlir 30, 130. Yəni 208 manatımız 130%'dir. Bizdən də gəlir istəyir. Gəlir nə qədərdir? 30%'dir. Birbaşa ilə 30%'mizi tapa bilərik. 30%'miz x. Yəni düzdür, 100%'ni tapıb. Sonra 208'dən həmin ədəd çıxa bilərik. Və ya da birbaşa ilə gəlir istəyir. Yəni 30%'ni istəyir. Elə 30%'nin nə olduğunu axtaracaq. 30%'miz də x manatdır. Çarpaz vururuq. 208'i 30'a vururam. Bərabərdir. X vurulsun 130. 130 x'e. Şimdi burada bundan bu 10'a ixtisar edir. Burada 13 kalır. Burada 3 kalır. Yəni 208 13'e bölünür. Bəli, bölünür 16 alır. Yəni 208 ilə də göylə göstərim. 10 ixtisar etsə burada 1 qalır. Burada 16 qalır. 16 vurulsun bir de bu 3 kalmışdır.
Bu da x, yani x bərabərdir 16 vurulsun 3 48. Yəni gəlirimiz elə birbaşa 48 manat olur. Cavab D variantı. Keçirik növbəti suala. Yəni 31-ci sual. Günün müəyyən vaxtında hündürlüyü 21 metr olan bir ağacının, yəni ağacımız 21 metrdir, bu da göstərir. Kölgəsi 24 metr olur. Olaraq ölçülüb. Eyni vaxtda kölgəsinin uzunluğu 56 metr olan bir elektrik dirəyinin hündürlüyü neçə metr var? Bunu tapmaq üçün biz baxmalıyıq, görək. Ağacın kölgəsi ağacın özünün həqiqi ölçüsündən neçə dəfə böyükdür? Yəni vizual olaraq böyüdülür də. Yəni məsələn biz telefonu zoom edəndə böyüdərkən hər hansı bir əşyanı yaxınlaşdırarkən böyür. Bu böyümə müəyyən misillər qədər böyür. Yəni məsəl üçün 1 misli, 2 misli, 3 misli, yəni tutaq ki obyektin hündürlüyü 2 metrdirsə, biz bunu zoom etdikcə 2 dəfə böyür. Məsələn 2 zoom etdiyimizdə 2 vurulsun 2 metr, 4 metr boyda görsənir. Yəni yaxınlaşdırdıqca müəyyən ədədin misilləri qədər böyür. Yəni nə demək istəyirəm? Bu hündürlük kölgə əmələ gələrkən hər hansı ədədə vuraraq əmələ gəlibdir. Biz də bunun nə olduğunu tapmaq üçün kölgəni bölməliyik ağacın həqiqi ölçüsünə. Baxaq görək, ağacı neçəyə vurub kölgəsinin uzunluğunu tapmışıq. Yəni 21 vurulsun 2x qədər böyümə, x dəfə uzanma böyümə bərabər də alınıbdır 24. Buradan da x bərabərdir 24 bölünsün 21 kəsir xəttinə böldüm. İxtisar isə 3-ə qalır 7, 8. Deməli 7, 8 dəfə böyüdülür normal ağacımız. Eyni vaxtda kölgəsinin uzunluğu 56 olan. Deməli müəyyən bir ağacımız da var ki, hündürlüyü y-dir. Bunu da vurub 7-8-ə, 7-8 dəfə böyüyüb. Olub deyil, kölgəsinin uzunluğu 56. Yəni 7-8 dəfə böyüdükdən sonra ümumi uzunluğu, kölgənin uzunluğu 56 deyib. Bu yüzden biz de burada y tapmaq üçün nə edəcəyik? 56-nı böləcəyik 7-8-ə. 56 bölünsün 7-8. Burada birinci olduğu üçün qalır. Birinci ədədimiz kəsirlər vurarkən. İkinci tərs çevir, yəni 8-i 7-yə vururuq. Tərs çevir vururuq. 56-nı 8 xısar gedir. Burada 1, burada 7 qalır. 7-ni 7-yə vursaq 49. Yəni ağacın həqiqi ölçüsü 49 metr, cavab D variantı olur. Keçək 32-ci suala. 32 aradadır, aşağıda. Bir sinifdəki oğlan şarjların sayının, qız şarjların sayının nisbəti 7-3-dür. Yəni oğlanların, baş hərflərini yazacağım. Oğul bölünsün qız bərabər 7-3-dür. O zaman buradan görünür ki, oğlanlar 3K-dır. Nisbət verilib, 2 ədədin nisbəti verilikdə bunları nə edirik? K kimi göstərə bilər. Yəni oğlanlar 3K-dır. Oğlan 3K-dır. Qızlar isə 7K-dır. Bunu qeyd etdik. İndi sonra nə deyir? Oğlanların 20% futbol oynadığına görə futbol oynamayan oğlanların sayı bütün sinifinin neçə faiz təşkil edir? Əvvəlcə futbol oynamayan oğlanların bütün sinifinin neçə faiz təşkil edir? Oğlanlar 20% oynayırsa, deməli 80% oynamır. Oğlanlarımız da 3K-dır. 3K-nın 80%-ni axtaracaq ki, çünki 80% oynamır. 3K-nın 80%-ni tapmaq üçün 3K-nı nə edəcək? 80-ə vuracaq. 80% tapmaq üçün böləcək 100%. 100 ilə 80 xısar gedir. Burada 20 bölü 4, burada 5 qalır. 3K-nı da 4-ə vursaq alınır 12K bölünsün aşağıda 5. 12K-nı da 5'ə bölsək 2,4K. Deməli 2,4K-sı oynamır. Bizə deyir ki, bu oğlanların sayı, yəni 2,4K bütün sinifin neçə faiz təşkil? Bütün sinifdə bura baxırıq. Oğlanlar 3K idi, qızlar da 7K idi.
İkisi birlikdə 10K. Yəni 10K'da 2,4K'sını təşkil edir oynamayan oğlanlar ümumi sinifin. Bunu faiz çevirmək üçün 100%'ə vururuq. K ilə K ixtisar edir. 100'ü də 2,4'ə edir. Neçə? 240. Bölünsün məxrəci də 10. 240 10'a bölsə neçə? 24. Cavab 24 faiz edir. Yəni D variantı. Keçirik 33-cü suala. B çıx A. Çıxsın 2C və 2'dir. Bu şərti verib. Deyir ki A çıxsın B AC 10 olarsa B A'dan neçə pay böyükdür deyir. Yəni B çıx A'nı axtarıq. Bərabərdir sual. İndi biz buradan ne edəcəyik? B çıx A'nı tapaq. Gör nəyə bərabərdir? B çıx A bərabərdir. Mənfi 2C'ni bərabərliyin bu tərəfini keçirsək 2, yəni bu 2 yazdıq. Üstə gəl, bu 2C olacaq. Çıxaqdır, bu tərəfini keçirsək ki, plus olur. Deməli, B çıxa 2 plus 2C'dir. Sonra buradan C'ni tapa bilərik. C'ni tapmaq üçün nə edəcək? Biz burada bir şeye fikir verək. Əgər B çıx A 2 plus 2C'dirsə, o zaman bize burada A çıx B verib də. A çıx B ilə, burada yan-yana düzün, nə demək istəyim anlayasınız. Bir var A çıx B, bir var B çıx A. Məsəl üçün, bir var 1 çıx 5, bir də var 5 çıx 1. Biri mənfi 4 edir, biri də 4 edir. Yəni, A çıx B ilə B çıx A əks ədədlərdir. O zaman B çıx A 2 plus 2C'dirsə, o zaman buradakı A çıx B nə olacaq? Aşağısından qeyd aparam. A çıx B də B çıxanın əksi, yəni mənfi 2 plus 2C olacaq. Bunu açsaq, olacaq nə? Mənfi 2 çıxızın 2C. Yəni burada mənfini 2'ye vuruq, mənfi 2 oldu. Mənfini müsbət 2'ye vurdum, oldu mənfi 2. Belə. İndi buranı silirəm. Bu tam alınan variantı belə getirib yapışdırıram bura. Belə. İndi demək ki biz burada A çıx B yerinə bu mənfi 2 çıx 2C'ni qoyacaq. Qoyuram mənfi 2 çıxsın 2C. A çıx B'nin yerine koyduk. Budur. Burada da koyduk. Yerine əvəz etdik. Yerine qaldı plus 6C. Elə bu buydu. 6C 6C bərabər nəyə? 10'a. Dolayısıyla buradan C'ni tapa bilərik. İndi mənfi 2C ilə müsbət 6C'ni topacaq necə yer? Müsbət 4C'dir. Çıxılsın bu 2 bərabərdir 10'a. Dolayısıyla 4C'dən 2 çıxanda 10 edirsə 4C'də bərabərdir. Mənfi 2'ni bərabərliyin bu tərəfə keçirsə plus 2 olacaq. Yəni 4C bərabər 12 edir. C də bərabərdir 3. 12'ni 4'ə bölür. C'ni tapdıq. C'ni tapdıqsa biz nə axtardıq? B A'dan deyir. Burada deyir B A'dan nə qədər necə var böyükdür. Yəni B çıxanı istəyirdik. Biz B çıxanını tapmışdıq burada. Buranı silirik. B çıx A'nı axtarırıq. O da 2 plus 2C'dir. C'ni tapdıq. 3 tapdıq. Ona görə burada C'nin yerinə 3 qoyacağım. Yəni 2 plus 2 vursun 3. Bu deyir 2 üstə gəl 6 bərabərdir 8. Cavab D variantı. 34-cü suala baxırıq. Qonşu 2 bucaqdan biridir. Yəni 1/5 qatına bərabərdir. Buna görə böyük olan bucaq neçə dərəcədir? Qonşu bucaq çəkək əvvəlcə. Yəni xətt çəkirəm. Bura x olsun. Burada y. Hər dərəcə belə deyirəm. Qonşu bucaqdan biri digərinin 1/5 qatına bərabər. Yəni biri x isə digərdə nə olacaq? Bu ikisi x isə digərdə bunun 1/5 qatı. Yəni 1/5 x olur. İkisinin cəmi nədir? Qonşu bucaqların cəmi 180 dərəcədir. Yəni 1/5 x də bu 1x'i tapılacaq. Eləcək 2/5 x bərabər
nəyə? 180 dərəcəyə. X tapmaq üçün nə edəcək? 180-ı böləcək 2/5-ə. Bu dedir 72. Deməli, x 72 dərəcədir. Buna görə böyük bucağı tapın. X 72-dir. O zaman 1/5 x tapmaq üçün 1/5-i nə alacaq? 72-yə vuracaq. Və yaxud da 180-dən 72-yə çıxırıq. Edir 108. Deməli, böyük bucağımız olur 108 dərəcə, yəni B variantı. 35-ci suala baxırıq. Otağın düzbucaqlı formasında olan döşəməsinin tərəfləri 7 metr və 8 metrdir. Deməli, düzbucaq çəkirik əvvəlcə. Deyir ki, 7 metr və 8 metrdir. Döşəmənin tərəfləri en uzunluğu. Tərəfləri 25 cm və 50 cm olan kabellərlə tam olaraq örtülüb. Kabellərin sayını tapın. Bura 8. İndi bura 25 cm və 50 cm verib. Bunları nə edəcək? 7 metrdən 8 metri 1 cm çevirək istəyirsə, düzbucağın sahəsini tapmaq üçün bu 7 metr, bu da 8 metr idi. 7-ni və 8 neçə santimetrdir? Bu edir 800 santimetr. Eni də olacaq 700 santimetr. O zaman sahəsi nə olacaq? Biz nə qədər kabel yerləşdirib tapmaq üçün ümumi döşəmənin sahəsini böləcəyik bir dənə kabelin sahəsinə ki, çünki burada sahədən gedir söhbət. Yəni, döşəmə müəyyən bir sahə tutur, kabel də müəyyən sahə tutur. Demək ki, döşəmənin sahəsini mən bir dənə kabelin sahəsini bölsəm, neçə dənə kabel lazım olduğunu taparam, sayını taparam. Əvvəlcə 700-800-ə vururuq. Döşəmənin sahəsini tapırıq. Edir 560.000 kvadrat santimetr. İndi deyir ki, kabelində ölçüsü belə verib 25 santimetr və 50 santimetr verib kabelin ölçüsünü. 25-də 50-yə vuraraq kabelin sahəsini tapacaq. Səbəbər 25 vurulsun 50. Bu dedir 1250 kvadrat santimetr. İkisini tapdıq. 56.000 buralara yeri silirəm. Sadəcə sahələr gətirəcəm yanına. Demək, burada kvadrat santimetr. İndi 56.000 nədir? 560.000-i böləcəm 1250-yə ki, nə qədər kabel düşər? Bir kabelin sahəsi budur, döşəmənin sahəsi budur. Kəsik xəttinə bölürəm, 0 ilə bu 0 ixtisar gedir. Sonra biz buranı belə göstərsək, qısa demək edim 56.000 kimi. 56.000-i 56 uzun 1000 kimi göstərsək, burası 125-dir. 125 ilə 1000 ixtisar gedir, bura 8 düşür. Yəni 56 uzun 8 qalır. Bu dedir 448. Yəni 560.000-i 1250 ilə bölün. 448-i sadəcə qısa yolla bölməni etdim. 448 D variantı. Keçirik 36-cı suala. A ədədi 5-də 9, 7-də 12 və 15 ədədlərinin hər birinə bölündükdə qismətdə natural ədədlər alınır. A-nın ən kiçik natural qiymətinin rəqəmləri cəmini tapın. Demək ki, A ədədi elə bir ədəddir ki, A-nın biz 5-də 9-a da vuranda natural ədəd alınır. A-nı 7-də 12-yə də vuranda natural ədəd alınır. 12. Və A-nı 11-də 15-ə də vuranda nə alınır? Natural ədəd alınır. Bunları deyir. Demək ki, A-nın vuruqlarından biri 5-dir, 100%. A bərabərdir 5. Vuruqlarını yazıram. Çünki əgər mən A-nı 5 vuruzun x kimi götürsək, 5x kimi, indi bilmirəm də 5 və 5-in misli ola bilər, ən kiçik. 5 ilə bu 5 ixtisar gedəcək. 9-da x-ə vuracam, 9x
tam bir natural ədəd alınacaq. Yəni A-nın vuruqlarından biri 5-dir ki, 5 ilə 5 ixtisar edir, yerdə 9 natural ədəd qalır. Deməli, biri 5-dir. Buradakı ifadə isə A-nın vuruqlarından biri 7-dir, 100% ki, mən A-nın yerinə 7-nin nəsə mislini versəm, ən hansı bir mislini 7 ilə 7 ixtisar edir, burada 12 qalır. Yəni, vuruqlarından biri 7-dir, 5 vurulsun 7. Digər ifadəyə görə bura isə məxrəcin ixtisar olması üçün A nə olacaq? 11 vurulsun 11-də 5. Yəni A həm də vuruqlarının biri 11-dir, ixtisar edib natural qalsın 11. Demək ki, A-nın ən kiçik natural qiymətinin rəqəmləri cəmi tapın. Burada mən üzr sayın, yəni bir cümləni tam fikir verməmişəm. Bax, deyir ki, burada A ədədi ədədlərin hər birinə bölündükdə qismətdə natural ədəd alınır. Bölündükdə, vurulduqda yox. Mən vurduqda kimi götürmüşəm. Niyə? Belə alınır, daha böyüdən alınır. Bölündükdə deyir. Ona görə də yenidən başdan başlayaq. Yəni A ədədi bölünsün 5-də 9. Yəni bu da nə deməkdir? A vurulsun 9-da 5. Hamısını tərsini çevir. 9-da 5 natural ədəddir. İndi 7-də 12 bölsəm, o zaman A-nı 7-də 12 bölsəm nə olur? Deyir, A vurulsun tərsinə, yəni 12-də 7. Deməli, bu da natural ədəd olması lazım. Bunu da kəsək yandan qoyaq. İkinci. Üçüncü isə A-nı böləcəyik neçəyə? 11-də 15-ə. Bunu da tapmaq üçün A-nı vurur 11-də 15-in tərsinə, yəni 15-də 11-ə. Bir də bu. Bunu da buradan yapışdıraq. Yəni 3 dənə hal mümkündür. A həm 15, həm 9, həm 12-yə bölünən ədəd olmalıdır. Yəni A-nın ən kiçik natural qiymətinin rəqəmləri cəmi tapın deyir. Biz də nə edəcəyik? 15-ə bölünməsini, 9-a bölünməsini və 12-ə bölünməsini yerinə yetirəcək. Yəni A həm 15, həm 9, həm 12 bölünsün demək, A-nın 15, 9 və 12 üçün əkobunu axtarırıq. Əkob, yəni A bərabərdir. Əkob 15, 9 və 12. Yəni 15, 9 və 12 bölünən ən kiçik ədəd axtarırıq. Çünki A-nın ən kiçik natural qiymətini istəyir. Biz də dedik ki, A həm 15-ə bölünməsi lazım, həm 9, həm 12-ə bölünməsi lazımdır ki, ixtisar gedərək natural ədədlər 11, 5 və 7 alına bilsin. Demək ki, 15, 9 və 12-nin əkobunu axtaracaq. İndi əkobunu axtaraq. Birbaşa tapa bilərik, nəsə axtaraq. 15-i sadıqlıqlar arasaq, 3-ə bölsək, 5-ədir, 5-ə 5-ə bölsək, 1. Sonra 9-u sadıqlıqlara bölsək, 3-ə bölürəm, 3-ə bölürəm, 3-ə bölürəm, 1. Sonra 12-ci sadıqlıqlara bölsək, 2-ə bölürəm, 6, 2-ə bölürəm, 3, 3-ə bölürəm, 1. İndi hər 3 ədədi qüvvə şəklini göstərim. Yəni 15 bərabərdir 3 üstü 1, 5 üstü 1, 3-dən 5-in 6-cı. Sonra 9 bərabərdir 3-ün kvadratına, 2 dənə 3-ün 6-cı. 12 bərabərdir 2-nin kvadratı, vurulsun 3 üstü 1. Əkobu axtararkən verilmiş buradakı 3 ədədin vuruqlarından ən böyük olanlarını götürür. Məsəl üçün 3 üstü qüvvətlər var. Məsələn 3 üstü 1 var, 3 üstü 2 var, 3 üstü 1 var. Bunlardan ən böyük nədir? 3 üstü 2-dir. 3 üstü 2-ni seçirəm, digərlərini silirəm. Yerdə qaldı 2 üstü 2. Vurulsun 2 üstü 2. Çünki başqa 2 qüvvətli vuruq yoxdur, ədəd yoxdur. Və bir dənə qaldı 5 üstü 1. 5 üstü 1. Yəni 3-lərdən ən böyüyünü seçdik. Əsas 3 olanlardan 3 üstü 2-ni, digərlərini götürmədik. Yerdə qaldı 2 üstü 2. Yəni qüvvəti əsası 2 olan bir dənə
bu var. Əsas 5 olanında bir dənə bu var. Ona görə hər ikisini götürdük. Nəsə 3-ün kvadradı 9 vurulsun 2-nin kvadradı 4 vurulsun 5. Bu da idi 9 vurulsun 4-ün 5-in azı 20. O da 180. Deməli, ədədimiz, ən kiçik ədədimiz 180-dir. Bunu rəqəmləri cəmini axtarırıq. Bu da 1 plus 8 plus 0 edir. 9 cavab B variantı. Keçirik 36-cı yox, 37-ci suala. Ədəd oxu ilə əlaqəli sualdır. Ədəd oxu xətlərlə bərabər hissələrə bölünmüşdür. P plus R çıxılsın T. Bərabər sual, heç nə. Biz əvvəlcə P-rı, T-ni axtarırıq. Bunları yumurluyum, hansı axtarırıq? P-rı və T-ni. Yəni bizə M lazım deyil. İndi bax görək. Bu aralıq 1 ilə 2 arasında neçə tamdır? 2-dən 1 çıxırıq, 1. 1 tamımıza bax, görək neçə hissəyə bölünüb. Buna sayırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 aradan ibarətdir. Demək ki, hər aramız, deməli, ümumi uzunluq 2 çıx 1, 1 metr oldu. Deməli, 1 metrimiz 9 hissəyə bölünüb, yəni hər ara 9'da 1'dir. Gördüyümüz hər ara 9'da 1. O zaman P nə olacaq? 1, 2, 3-cüzdə yerləşir. Bu 1 tam 9'da 1, 2, 3 olacaq. R isə 1 tam, bu deməli P oldu, qeyd yapıraq. P bərabərdir 1 tam 9'da 3. İndi 1 tam 9'da 3 oldu P. P'dən sonra neçə dənə ara var? R-ə qədər 1, 2, 3 dənə. Deməli 1 tam 9'da 3'ün üzərinə, P'nin üzərinə elə 3 ara, yəni 9'da 3 yazaq. Alınacaq 1 tam 9'da 6. Yəni R də oldu 1 tam 9'da 6. Keçin T'yə. T'də isə bu arada 9 hissəyə bölünüb. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, bəli. 1 tamdır. 9 yerə bölünüb. Deməli, 9'dur burada da. İndi T'yə bax, harada yerləşir? 1, 2, 3, 4, 5, 6, 7-ci yerləşir. Yəni, burada 2 tam var. T bərabər də olacaq. 2 tam 9'da 7-ci də oldu. 9'da 7. Yəni, tapaq. P tapmışdıq. Burada 1 tam 9'da 3 yazıram. P'nin yerinə 1 tam 9'da 3. Üstə gəl R, yəni R'i tapmışdıq. 1 tam 9'da 6. Çıxılsın T. T'nin dağılıq 2 tam 9'da 7. İndi bu 1 ilə 1 toplasaq, R 2 tam. Sürətlər doğacaq 3'ün altına, R 9'da 9. Çıxılsın 2 tam 9'da 7. Və bərabər də olur. 2 tamdan 2 tam çıxsaq 0 tam. 9'dan da 7'ni çıxsaq, R 9'da 2. Cavabımız 9'da 2 olur. A variantı. Keçirik 608-ci suala. 80 qram 2% duz məhluluna neçə qram 5% duz məhlulu əlavə etmək lazımdır ki, məhlul 3%li olsun. Deməli, 80 qram 2% duzun məhlulu 80 qramdır, 2% duzdur. Yəni, duzumuz nə olacaq? Məhlulda duz yazırıq. Məhlul, duz. Bu da bərabərdir. Surətdə duz olur. Məxrəcdə məhlul, yəni qarışıqdır. Su plus duz. İndi 82% çəkir. 82'ye vurub bölü 100'ə. 100'dən 80 qısa gedir. Burada 5 qalır. Burada 4 qalır. 4 2 vursak 8. Bölünsün 5. Bu da 1,6. Deməli 1,6 gram duz var. Duzun nələrdə 1,6 yazdım. Burada da su plus duz elə məhlul idi. İkisi birlikdə 80 qram idi.
Yüzde deyir ki, neçə qram 5% duz əlavə etmək lazımdır ki, məhlul 3% olsun. Deməli, biz burada ne edəcəyik? Bu 80 qram 2% məhlul üzərinə 5% duz məhlul əlavə edəcəyik. Buradan bir dənə qeyd yaparım. Tutaq ki, məhluldur. Göylə tam qırmızıdan çəkək. Qabımız olsun. Burada məhluldur. 5%'dir. Bunu getirib tökəcəyik bunun içərisinə. Neçə qram 5%'də duz məhlul etmək lazımdır ki, məhlul 3%'də olsun. Yəni biz bu 5%'də duzun məhlul miqdarını bilmirik. Yəni x qramdır. Buna yazıram. Ümumi x qramdırsa məhlulun özü. Bəs duzu nə qədər olacaq? 5%. Yəni x-in 5%'ni axtarırıq. 5%'e vurup böldük 100'e. Bu deyəcək necə? 0,5 x qram duz. Demək ki, buraları silirəm yenə. 1,6 qram var idi. Buranı köçürürük buranı. Ən başa köçürdüm. Bu deməli 5% duz məhlul əlavə edəcəyik. Yəni məhlulu məxrəc məhlul olduğu üçün elə məhlulca x qram məhlulu bütöv əlavə edirəm. Üstəgəl x. Surətə isə duz əlavə edirəm. Yəni duzumuzda 5%, yəni tapdıq ki 0,5, yəni x qramdırsa məhlulumuz, bunun 5% daha üçün 5'e vurub 100'e böldük. Bu da oldu 0,5 x. Duzumuz bu kadar oldu. Yani surətdə duz olduğu için surətə duz əlavə edirik. Yəni 0,5 x əlavə edirik. Deyir, alınır 3%'li duz məhlulu. Yəni alınan bu məhlulu faizi çevirmək üçün 100%'e vursam, qatışdırdıq. Alınacaq 3%. Bunu deyir. İndi bu hissəni, yəni buranı qırmızıdan göstəreyim. Buram 100'e. Surətdədir. İndi surətdə alınacaq nə? Göylə yazaq. 1,6'nı 100'e vursaq. O 1,6'nı bu 100'e vursaq. Ecə 160. Üstə gəl. İndi 0,5 x'i 100'e vursam necək 5x. Məxrəcdə də 80 x'dir. Bərabər nəyə? 3%. İndi buranı çarpaz vuracağım bu ifadəni. 80 x'i çarpaz 3'e vuracağım. Yəni alınacaq. 3 vurulsun 80 x bərabər nəyə? Məxrəcə 160 5x-ə. 160 5x-ə. İndi buranı vuracaq. 380 vuracaq. Nedir? 240. Üstə gəl 3x-ə vuracaq. Nedir? 3x. Bərabərdir bura. Yəni 160 5x-ə. İndi biz bu 3x-i bərabərliyin mütəvəqqə keçsək, bu 5x-dən çıxacaq. Yəni alınacaq. Bərabərliyin bir tərəfi 5x çıxılsın 3x bərabərdir. 240 da burada qalır. Çıxırıq 160 bir tərəfi keçirsək bərabərliyin olacaq. Çıx 160. 240'dan 160 çıxsaq 80 bərabərdir. 5x-dən də 3x çıxsaq 2x. X-ə bərabərdir 40. Deməli 40 qramlı məhlul. Biz də bayaq x-i məhlulun kütləsi etmişdik. Yəni x oldu 40. Cavab B variantı. 39-cu suala baxırıq. 2 sütunlu paragrafı tarix muzeyinə gələn xarici ölkə turistlərinin sayı haqqında məlumat verilmişdir. Bizə deyim, muzeyə 2024-cü ildə gələn
Turistlərin sayı növbəti il neçə faiz artmışdır? Növbəti il neçə faiz artmışdır deyirsə, yəni əvvəlki ilə əsasən hesablayacaq. Nədir? Bir də baxırıq. Tarix müzəyə gələn xarici ölkə turistlərin sayı haqqını mənə vermişdir. 2024-cü ildə gələn turistlərin sayı növbəti il neçə faiz artmışdır? Ümumi aylara baxırıq. Məsələn, burada tam düşüb, ədədlər ona yenə nəsə daha bilərik. Göy rənginə verilmiş, bax burada göy rəng. 2024 üçündür. Bu sarı qızıl rəng isə 2025 üçündür. Yəni, göylər 2024. Əvvəlcə göylər 2024-də nə qədər turist gəldiyini tapaq. Deməli, iyun ayında, burada iyun ayı yazıb, göy hissəyə nə düşür? Bura 400-dən 600 arası 500. İyunda 500'dür. 2024 üçün tapırıq 2024. Da iyun ayı 500 nəfər oldu. Keçir iyul ayına, yəni bura tam 600'dür. Üstəcə avqust ayına keçəcək. Bura düşür 1000-dən 800 arası 900. Sonra sentyabr ayına baxırıq. 400'e düşür. 2024'te 500, 600, 1100, üstəcə 900, 2000, üstəcə 400, 2400. Deməli, 2024'te 2400 turist oldu. Bu bir. Keçəyincə qızıl rənglərə baxır. Bu da 2025-ci ildə. 2025'te iyun ayında baxırıq. Əvvəlcə 200-dən 300 nəfər. Yazıram 300. Ardından yazaq, qoy, yaxşı hesablayaq. 300 üstə gələk. Sonra iyul ayına baxırıq ki, 1000 nəfər turist gəlib. Üstə 1000. Sonra üstə gələk. Avqust ayında baxırıq 800 nəfər. Üstə gələk. Qaldı sentyabr ayı 600 nəfər. Üstə gəl 600 nəfər. Ümumi 300-dən 1300, üstə 800-dən 2100, üstə 600 gəlsə 2700, düzdükdə 300, 1300, 2100 və 2700. Deməli 2700-də 2025-də oldu. Silirəm, 2025 yazıram, ümumi 2700 nəfər. İndi nə qədər artım olub? 300 nəfər. Gördüyümüz kimi. 2025'te 2700'den çıx 2004'dəki 2400'ü. Yəni artım 3 nəfər olub. İndi neçə faiz artıb? Neçə faiz artımını tapmaq üçün əvvəlki ilə əsasən axtarıq da bunu. Çünki biz faiz taparkən əvvəl neçə idi ki, tutaq ki 3 nəfər artıb, həmin 3 nəfər əvvəlki ədədə əsasən hesablanır faizi. Yəni 300'ü böləcəm 2400'ə. Qısacası. Vuracam 100%'ə. 2%'ini tapaq. 300 əvvəlki ilin neçə hissəsidir? 2400'də 300 hissəsi. Faizi çəkmək üçün 100%'ə vurduq. 2400'dən 300'ü qısar içək. 300'ə bölünür. Burada 1 qalır. Burada 8 qalır. 100'ü də 8'ə bölsək. Əvvəlcə 4'ə bölək hər ikisini. Burada 25. Burada qalacaq 2. 25'te 2 böləcək 12,5%. Yəni 12,5% A variantı olur cavabımız. Keçək 40-cı suala. Bu video üçün sonuncu suala. Bakı şəhərindən Gəncə şəhərinə qədər olan məsafə 365 km, miqyası 1 bölünsün 1.460.000 olan xəttdə bu məsafə neçə santimetrdir? Neçə santimetr olduğunu istəyir. Deməli 365 kilometri nə edəcək? Santimetr çevirəcək. Əvvəlcə Gəncə şəhərinə qədər məsafə 365 deyir. 365 kilometr. Bərabər metrə çevirsək 365'i 1 kilometr 1000 olduğu üçün 1000'ə vursaq 365.000 metr. Santimetr ilə çevirmək üçün 1 metr 100 santimetr olduğu üçün 100'ə vuracaq. Alınacaq
vurduqda 365 0 0 0 100'ə vurduğumuzda 2 tane 0 artır. Deməli miqyas nədir? Bir bölü üçün 1.460.000'dir. Yəni biz bu ədədi, gördüyümüz ədədi 36.500.000'i böləcək neçəyə? Elə 1.460.000'ə. Çünki 1.460.000'ə bölür. Miqyas budur. Həqiqi ölçümüzdə budur. Deməli biz bölməliyik 1.460.000'ə. Bu da alınacaq. Buradan böldüyümüzdə 4 tane 0 buradan, 4 tane 0 buradan silək. Alınır 33.000. Deməli 3650. Bundan sonra 146 alınır. Buna bərabər 25 edir. Cavab 25. Deməli 25 nə oldu? B variantı bu videonun izah üçün son izah idi. İnşallah 41'dən də 60'a qədər izah növbəti videoda verəcəm. Yenə də onu qeyd edim ki, abunə olmayan sayı daha çoxdur statistik olaraq. Hər kəs abunə olsun ki 5K ola bilək. Bəyənin, like, sonra şərhlərdə yaza bilərsiniz. Və şərhlər bölməsində sevgimizə qarşılayacaq sualların paylaşıldığı WhatsApp müzakirə qrupu, WhatsApp eləcə testlərin paylaşıldığı və videoların paylaşıldığı qrup mesajlaşma burada aktiv deyil, ancaq müzakirə, yəni edubaza.az WhatsApp qrupumuzda isə müzakirə açıqdır, yəni mesajlaşmalar və başqa paylaşımlar. Telegram qrupu da həm ümumi qrup var, həm də bütün siniflər üzrə qruplar var. Hər bir qrupumuz ödənişsizdir. Hər kəslə paylaşa bilərsiniz. Hər kəs qoşa bilər. Sağ olun, təşəkkür edirəm.